Salam uşaqlar. Bugünkü videomuzda bir dənə misal üzərində çoxlu suallara cavab axtarmağa çalışacağıq. Demək, sual konkret qoyulacaq, cavab da qısa və konkret. Məsələn, deyək ki, bizə 240 ədədi verilib. Bunun birinci sualı belə qoyaq, sadə vuruluqlara ayrılması tələb olunur. Ədədi sadə vuruluqlara ayırmaq üçün biz sadə vuruğun nə olduğunu bilməliyik. Birinci sual, sadə ədədlər nəyə deyilir? Yalnız özünə və vahidə bölünən ədədlər sadə ədədlər adlanır. Bu suala cavab verdik və 50-yə kimi sadə ədədləri əzbər bilmək önəmlidir. Birinci sadə ədəd 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29, 31, 37, 41, 43, 47. İndi 240 ədədi sadə vuruqlar ayırmaq üçün ən birinci sadə vuruq 2 dedik. 2'ye bölünürsə, demək buraya yazırıq 2, 120 alınır. Yenə 2'ye bölünür, 60, 60 da 2'ye bölünür, 30, 2'ye bölünür, 15, 3'e bölünecek, 5, 5, 1. Demək, 240 ədədini sadə vuruqlara ayırdıq. Ədədin sadə vuruqlara ayrılışını belə bir qayda var. Demək, A üstü N, B üstü M, C üstü K. Biz demək, əgər 240 ədədən sadə vuruqlara ayırmışıqsa, onu demək, belə yaza bilərik. 240 bərabər 2-dən neçə dənədir? 4 dənə, 3'dən 1 dənə, 5'ten də 1 dənə. İndi ikinci sualımız belə olsun. 240 ədədən neçə sadə vuruq var? Görürük ki 4 dənə 2, 3 və 5, yəni 6 dənə sadə vuruq var. Üçüncü sual. Neçə müxtəlif sadə vuruq var? 2, 3, 5, 3 dənə. Sonra dördüncü sual. Neçə sadə böləni var? Neçə sadə böləni var? Neçə müxtəlif sadə vuruq var? Suallar fərqli görünsə də cavab eynidir. 3 dənə. Sonra natural bölənlərin sayının tapılması. Natural bölənlərin sayının tapılması. Natural bölənlərin sayının tapılması düstur belədir. Sadə vuruqları ayırdıqdan sonra baxın, n üstə gəl 1, m üstə gəl 1, k üstə gəl 1. Bu mütəzən sayı müxtəlif sadə vuruqların sayından asılıdır. Bizim də müxtəlif sayı 3 dənə olduğundan belə tapırıq. Deməli, 2'dən 4 dənədir. Bu n, m, k deməli sayıdır. 1 üstə gəl 1, vurulsun 1 üstə gəl 1. O da olacaq 5, 2, 10, 20. 20 dənə natural böləni var. Sual belə də qoyula bilərdi. 240 ədəd neçə müsbət tam böləni var? Neçə tam böləni var, neçə müsbət tam böləni var? Suallar fərqli görünsə də cavab eynidir. Növbəti sual belə qoyaq. Müsbət tam bölənlərin cəmini tapılması. Müsbət tam bölənlərin cəmini tapaq idi. Bunun üçün də düstur bilməliyik. Müsbət tam bölənlərin cəminin tapılması düstur. İndi düstur belədir. Sadə vuruqlara ayrılıbsa A üstü N üstə gəl 1 çıxılsın 1, A çıxılsın 1 vurulsun. B üstü K üstə gəl 1 çıxılsın 1, B çıxılsın 1, belə davam edir. Bu düstur xatırlayandan sonra indi deməli biz misalı yaza bilərik. Yəni müsbət tam bölənlərin cəmini tapa bilərik. Silək biz. A bizdə yəni birinci sadə vuruq 2'dir. 2 üstü deməli surətdə yazırıq. 2 üstü n üstə gəl 1, yəni 4 dənədir. Üstə gəl 1 çıxılsın 1. Məxrəcdə 2 çıxılsın 1 vurulsun. 3 üstü 3'dən 1 dənədir. Çıxılsın 1. 3 çıxılsın 1 vurulsun.
5'dən də 1 dənədir. Üstə gəl 1, çıxılsın 1, 5 çıxılsın 1. Deməli, bunu hesablamaq lazımdır. Yəni, bu 7-ci sualımız da bu hesab olduğundan, yəni burada əsas önəmli olan nədir? Verilən ədədin müsbət tam bölünələrin cəminin tapılması düsturunu bilmək və A, B, C-nin yerində hansı ədədləri yazmaq lazımdır. Bu suallarda aydınlıq gətirdikdən sonra növbəti sualımıza keçək. Ən çox qarşılaşdığımız suallardan biri də verilən ədəddən kiçik və ya deyirlər, böyük olmayan, onunla qarşılıqlı sadə neçə ədəd var? Verilən ədəddən kiçik və ya ondan böyük olmayan, onunla qarşılıqlı sadə neçə ədəd var? Yenə sadə vuruqlara ayırmalıyıq. Onun düsturu isə bunu davam eləsək, belə yazılır, vurulsun. 1 çıxılsın A-da 1, 1 çıxılsın B-də 1, 1 çıxılsın C-də 1. Yenə qeyd edeyim ki, bu mütəzəl sayı müxtəlif sadə vuruqların sayından asılıdır. Bu düsturu xatırlayandan sonra, deməli, indi bu suala belə cavab tapırıq biz. A ədədi bizdə 240-dır. 1 çıxılsın 2-də 1, vurulsun 1 çıxılsın 3-də 1, vurulsun 1 çıxılsın 5-də 1. Bu da bərabərdir. 240 vurulsun 2-də 1, 3-də 2, vurulsun 5-də 4. İndi ixtisarları aparmaqla cavabı ala bilərik. Və yenə deyirəm, bayaqdakı misalda hesablamadım. Müsbət tam bilər. Burada da cavabı özünüz tapa bilərsin. Və gördüyünüz kimi bir dənə 240 ədədi götürməklə neçə dənə suala cavab vermək oldu.